Salam, hər vaxtınız xeyir. Artıq 2025-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçıların xidmət yerləri haqqında məlumat, səfərbərlik və hərbi xidmət çağırış üzrə dövlət xidmətinin elektron saytına yerləşdirilmişdi. İndi buna necə baxmaq lazım olduğunu göstərəcəm. Google axtarış sistemində bu hissəyə səfərbərlik yazırsınız. Elə axtarışa vuranda görürsünüz birinci çıxır. Səfərbərlik və hərbi xidmət çağırış üzrə dövlət xidməti. Bunun üzərindən vururuq və burada artıq biz həmin xidmətin rəsmi səhifəsinə daxil olmuşuq və burada görürsünüz 3 xətt var. Bu 3 xəttin üzərindən vuranda bizdə burada görürsünüz elektron xidmətlər yazır. Bu elektron xidmətlərin üzərindən vurursunuz və burada elə birinci həqiqi hərbi xidmətə çağırılan çağırışların hərbi xidmət keçmə yeri haqqında məlumat. Bunun üzərindən vururuq və biz burada tələb olunan məlumatları müvafiq xanaya qeyd etməklə biz harda xidmət edəcəyimiz və hansı qoşun növünə xidmət edəcəyimiz barəsində məlumat əldə edə bilərik. Və indi burada artıq biz soyadımızı qeyd edirik. Məsələn, mən öz adımı yazıram. Daha sonra soyadı yazdıqdan sonra adımı qeyd edirəm. Yəni sizin şəxsiyyət vəsiqənizdə necə yazılıbsa o şəkildə də qeyd edirsiniz və daha sonra burada təvəllüd, yəni bu təvəllüdü burada təqvim işarəsinin, baxın, təqvim işarəsinin üzərindən vurub da eləyə bilərsiniz, burada yaza bilərsiniz. Yaxud da ki, burada ayrılmış hissədə yaza bilərsiniz. Məsəl üçün 01.07. Bu şəkildə də yaza bilərsiniz. Yaxud da ki, qeyd etdiyim kimi burada təqvim işarəsini yaza bilərsiniz. Yəni, sil proseduru mobil telefon, planşet, notebook və digər vasitələrdən istifadə edərək istifadə edə bilərsiniz. Və daha sonra burada bizim qeydiyyatda olduğumuz hərbi komissarlığı qeyd edirik. Məsələn, burada siz öz rayonunuzu tapırsınız. Məsələn, mən Abşeron rayonu qeyd edirəm, Abşeron qeydiyyatına. Və daha sonra burada mən robot deyiləm. Bunun üzərindən vurursunuz və bu görürsünüz belə təsdiq işarəsi olur və daha sonra axtar düyməsinin üzərindən vurursunuz. Və biz axtar düyməsinin üzərindən vurduqdan sonra burada sizin adınız, soyadı çıxacaq. Məsələn, burada yazır, hörmətli Vüsət Əzizov, sizin xidmət edəcəyiniz qoşun növü daxili qoşunlar. Təbii ki, burada daxili qoşunlarda hansı hərbi hissəyə düşəcəyiniz bəlli deyil. Yaxud da ki, Müdafiə Nazirinə məsələn qoşun növü ilə bərabər xidmət edəcəyiniz hərbi hissədə yazа bilər. Təbii ki, siz artıq səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin əməkdaşları tərəfindən müvafiq olaraq qoşun növlərinə və hərbi hissələrə yerləşdirəcəksiniz və təbii ki, həmin şəxslər sizə əlaqə saxlayacaq və sizə belə deyək, çağırış vərəqi gələcək və həmin çağırış vərəqinin üzərində də qeyd edəcəklər ki, tutaq ki, iyul ayının məsələn 5-i hara yaxınlaşmaq lazım. Yəni bununla bağlı sizə çağırış vərəqəsi gələcək. Həmin çağırış vərəqəsi yazılan tarixdə və saatda həmin ünvanda olursunuz. Həmin şəxslər sizi müvafiq xidmət növlərinə görə və hərbi hissələrə görə həmin hərbi hissələrə yerləşdirəcəklər. Artıq sizə belə bir çağırış vərəqəsi gələcək və bu çağırış vərəqəsində görürsünüz tarix yazıb 21.07.2025-ci il saat 9:00-da Xırdalan şəhər Heydər adına Prospekt 47, yəni artıq siz hansı rayonda qalırsa, həmin rayonda bu xidmətin harada yerləşdiyini bilirsiniz. Məsələn, Xırdalanda qalanlar bilir ki, at heykəli deyirlər. At heykəli ilə üzbəüz Kristal 2-nin yanındadır və oraya yaxınlaşaraq saat 9-da müvafiq olaraq əməkdaşlar tərəfindən həmin şəxslər müvafiq xidmət yerlərinə göndəriləcək. Və çağırışçılar hərbi komissarlığa yaxınlaşan zaman özləri ilə bərabər şəxsiyyət təsdiq edən sənəd, yəni şəxsi vəsiqəsini mütləq şəkildə aparmalıdır. Siz də bu şəkildə xidmət edəcəyiniz qoşun növü və xidmət yeri haqqında məlumat əldə edə bilərsiniz. İyul ayında hərbi xidmətə yola düşəcək bütün gənclərimizə uğurlar arzu edirəm. Ümid edirəm ki, hər biriniz müvəffəqiyyətlə xidməti başa vurarsınız və sağ-salamat geri dönərsiniz. Allah Azərbaycan ordusunu qorusun.